Qərbi Azərbaycan minillik tariximizin, ulu babalarımızın izlərinin yaşadığı torpaqdır. İndi o izlər ya dağıdılıb, ya da özgələşdirilib. Bu torpaqların hər daşında, hər qayasında Azərbaycan nəfəsi var. Onu qorumaq bizim borcumuzdur. Allahu Ekber, Allahu Ekber. Azərbaycanın qədim elm, mədəniyyət, təhsil, dini mərkəzlərindən biri kimi İrəvan şəhəri haqqında o şəhərə gələn səyyahlar, tarixçilər, arxeoloqlar və digər qonaqlar həmişə məlumatlar vermişlər. Xüsusən də İrəvan məsələləri haqqında kifayət qədər əlimizdə məlumat var. İrəvan şəhərində 1679-cu ildə güclü zəlzələ baş vermişdi. O zəlzələ zamanı məscidlərin bir çoxu minarələri, özləri dağılmışdı. Lakin sonraki dövrdə Zalxanın dövründən etibarən İrəvandakı məscidlər yenidən bərpa olmağa başlamışdı. 1827-ci ildə Çar Rusiyası İrəvan xanlığını işğal edəndən sonra orada kameral siyahıma keçirilir və İrəvan şəhərinin kameral təsvirində 8 məscid haqqında məlumat verilir. Və onlardan ikisi İrəvan qalasında, 6-sı isə şəhər hissəsində, Təpəbaşında və Dəmirbulaq hissəsində qeyd olunur. Rusiyanın işğalından sonra Rəcəb Paşa məscidinin o üzərindəki ay ulduzu çıxarıb, onun yerinə xaç asmışlar və onu Rus pravoslav kilsəsinə çevirmişlər. Sərdar məscidini isə hərbi arsenal, yəni silah-sursat anbarı kimi istifadə etməyə başlamışlar. Ancaq yerdə qalan məscidlər fəaliyyət göstərirdi. Sovet hakimiyyəti illərində isə deməli, ilk illərdən başlayaraq ki, sonraki bu ateizm təbliğatı güclərində ermənilərə fürsət verdi ki, Azərbaycanlıların o tikdirdikləri bizə miras qalan İrəvan şəhərindəki məscidlərimizi bir sıradan çıxarsınlar. Sərdar məscidində Türkiyədən gələn qaçqınları məskunlaşdırmışdılar. Təpəbaşı məscidində yenə Türkiyədən gələn qaçqınlar, erməni qaçqınları məskunlaşdırmışdılar və bugünkü gündə də həmin erməni ailələrin bir qismi o Təpəbaşı məscidinin içərisində yaşayırlar. Qafqazın ən böyük məscidi Hüseyn Alxan məscidi, yaxud da Göy məscid. 30-cu illərdə artıq Göy məscidini İrəvan şəhər tarix muzeyinə çevirdilər. Və sonraki dövrdə isə hələ İkinci Dünya müharibəsi illərində gətirib silah-sursat yığmışlar o Göy məscidin o hücrələrinə, o otaqlarına silah-sursat yığmışlar. O Göy məscidinin qübbəsi ki vardı, orada deşik açıb, orada bir teleskop quraşdırmışdılar. Planetariya gənclər gəlib, uşaqlar gəlib oradan göyə tamaşa edirlər. Göy məscidinin qübbəsinin altında teleskop quraşdırmışlar. Ermənistanda müstəqillik əldə olunana qədər o Göy məscidi İrəvan şəhərinin tarix muzeyi kimi fəaliyyət göstərir. Zalxan məscidi isə sənədlərdə göstərilir ki, Ermənistan Rəssamlar İttifaqının sərgi salonu kimi istifadə olunur. Onun hücrələri ki vardı, orada rəssamlar, ayrı-ayrı rəssamlar orada öz əsərlərini nümayiş elətdirdilər son dövrə qədər. Hacı Novruzəli məscidini yer üzərindən silmişlər. Dəmirbulaqdakı məscidlərdən biri Hacı Zəfər bəy məscidini onu da yer üzərindən sildilər və 90-cı ildə yeganə məscid qalmışdı ki, Azərbaycanlıların ibadət elədiyi yeganə məscid Dəmirbulaq məscidi idi. O Dəmirbulaq məscidini isə 1990-cı ildə ermənilər şaya yaymışlar ki, güya ki, Bakıda, indi hansı ki bizim o Fəvvərələr meydanında, şəhərin mərkəzində olan erməni kilsəsini bizimkilər söküblər. Ermənilər də gəldilər, hətta orada bir Thomas Deval, o Qarabağ əsərində, o da deyir ki, məsələn, mən deyir, o bir Amerika arxeoloqu Robert Kullin gəlir, orada deyirlər ki, burada bir məscid olub. Mən deyir, onun təsvir edildiyindən qalxdım və gördüm ki, deyir, orada bir daş qalaq yığını var. Orada bir qadın oturub deyir, göyərti satır. Deyir, soruşdum ki, burada məscid olmuş, dedi, var. Dedim, bəs necə oldu? Dedi ki, bəs Azərbaycanlılar deyir, bizim deyir, Türklər deyir, Bakıdakı kilsəmizi dağıtdılar. Biz də deyir, əvəzində deyir, bizimkilər gəldi, 2 gün ərzində deyir, bunu söktülər. Və onun yerində indi bir hündür mərtəbəli bina tikiblər. Ermənilərin deməli 2007-ci ildə Avropa Şurasına Ermənistandakı milli azlıqlara məxsus tarixi memarlıq abidələri haqqında bir hesabatı var. O hesabatda göstərilir ki, Sərdar məscidinin orada bir tili təxminən 3 metr enində, 4 metr hündürlüyündə tili qalmışdı. Divarın bir qalığı qalmışdı. Rəsmlərdə o göstərilir hamısı. Və onu çərçivəyə almışdılar ki, lentlə hər şey eləmişlər. Güya ki, milli azlıqlara məxsus tarixi memarlıq abidələrinin qorunmasını onlar təmin edirlər. Və 2014-cü ildə mən erməni dilini bildiyimə görə, erməni jurnalistləri yazdılar ki, biz axşam gələndə həmin o Sərdar məscidinin qalığı dururdu yerində, səhər baxsaq ki, yoxdur. Onu da yer üzərindən sildilər. Yəni, bugünkü gündə
bizim tarix ədəbiyyatı 15-ə yaxın məscidin adı keçir İrəvan şəhərində və bugünkü gündə yeganə məscid qalıb, Göy məscid ki, onu da deməli 2005-ci ildə İranın dini qurumu ilə müqavilə imzaladılar Ermənistan hökuməti və İran hökuməti vəsait ayırdı yenidən bərpası üçün. Onun kitabəsi ki vardı, Hüseyn Əli xanın vaxtında tikilən kitab, onu sökdülər, yerinə bir saxta kitabə yerləşdiriblər. Bir qismini bərpa elədilər, onun hücrələrinin 28 hücrəsi kitabxana və s. bərpa elədilər. Qalan hissəsi onun həcmini daraltdılar və bugünkü gündə onu Fars məscidi kimi təqdim edirlər. Azərbaycan deməli qeyri-hökumət təşkilatları, tədqiqatçılar, o cümlədən mənim özüm də UNESCO-ya müraciət imzaladıq ki, bu bizim irsimizdir. Azərbaycanlılara məxsus irsdir. Bunun farslılara heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə İrəvan şəhərinə farsların ayağı heç zaman dəyməyib. Bütün əsərlərdə tədqiqatçıların, səyyahların, tarixçilərin əsərlərində bu Göy məscidi kimi gedir, Hüseyn Əli xan məscidi kimi gedir və bunu silmək mümkün deyil. İnşallah öz irsimizə və digər o bizim təkcə İrəvan şəhərində deyil, Qərbi Azərbaycanda qalan irsimizə zaman-zaman sahib çıxmağa bizim artıq zamanı yetişib. Dərələdəz mahalının təbii coğrafiyası dağlıq ərazidir və yolları keçilməz yollardır. Orada çoxlu çaylar və bu çayların üzərində isə yaşayış məskənləri olmuşdur. Burada bir neçə müdafiə xarakterli qala tikilmişdir ki, bunlardan biri də Salsal qalasıdır. Divarlarının uzunluğu 5 kilometrə qədərdir, eni isə 2 metrdən 4 metrə qədər enində tikilmişdir. 5 kilometr ərazidə 12 dənə gözətləyici qüllə tikilmişdir ki, hansı ki, buradan həmin yollar nəzarətdə saxlanırdı. Usta Daşdığalının bir şeiri var ki, 70 pilləkəni göyün ərşində Sirat körpüsüdür, Salsal qalası. O elə bir zirvədədir ki, oradan keçən yolların hamısını, hətta ətrafda olan kəndlərin nəzarətdə saxlamaq olurdu. Hər hansı bir təhlükə yaranarsa, ətrafda yaşayan əhali məhz o qaladan istifadə edərək müdafiə olunurdu. Qalanın hər iki qapı hissəsində, tikintisində bazalt daşlarından istifadə olunub, yəni yolunmuş daşlardan. Amma qalanın özünün tikintisində isə əsasən qaya daşlarından istifadə ediblər. Ermənistan hökuməti olaraq burada 2 dəfə bərpa işləri aparıblar. Ermənilər hər hansı bir abidənin üzərində bərpa işi aparırsa, o abidədə saxtalaşdırma da aparırlar. Yəni bunu biz bilirik. Yəni çox abidələrimizdə məsələn Səlim Kərvançı arasında bunu misal kimi göstərmək olar ki, onun kitabəsini tam ermənilər dəyişmişdi, hansı ki, kitaba üzərində tikilən dövr ərəb əlifbası ilə qoyulmuşdu. Ermənilər məhz o kitabanı dəyişib, başqa bir güya ki, ermənilərə aid bir kitaba yerləşdirməyə çalışırdılar və bir hissəsində də yerləşdiriblər. Və həmin abidədə də indi biz bilmirik. O abidə çünki hal-hazırda orada olduğu üçün biz o abidədə hansı bərpa işləri aparılıb və necə aparılıb, o abidənin dəyişikliklər olubmu, olmayıbmı? Yəni bu haqda demək olar ki, məlumat yoxdur. Ancaq bilirik ki, 2007, 2011, 2018-ci illərdə bu abidə üzərində ermənilər bərpa işləri aparıb. Onu da deyim ki, hal-hazırda həmin mahalın ərazisində turizmin baxımından ən çox gedilən yerlərdən biridir o qala. Tarix yalanı sevmir. Tarix silinə bilməyən yaddaşdır və o yaddaş yalnız sahibinə aid olur. Bu İrəvan xanlığının 15 mahalından biri idi. Deməli, şimaldan Şürəyil vilayəti, qərbdən Qərbi Arpaçay ilə ayrıldığı Qars vilayəti, cənubdan Sərdarabad və Sədli mahalı, şərqdən isə Seyidli Ağsaqlı mahalları ilə əhatə olunmuşdur. Tarım mahalı Qərbi Azərbaycanın ən böyük dağlarından biri olan Alagöz dağının ətəklərində yerləşirdi. Əhalisi də Ayrım türklərinin Taşanlı tayfasına aid idi. Onun ərazisi təxminən 1400 kvadrat verstdir və əhalisi də 1831-ci ilin məlumatına görə cəmi 400 ailəyə yaxın yaşayırdı və bu 400 ailə indi biraz çox kiçik görünə bilər, amma əslində o vaxt mahalların əksəriyyətində belə az sayda deməli əhali yaşayırdı. Qalanın salınması orada bir daş lövhə üzərində ərəb dilində yazılmış bir yazıya istinad olunaraq
Hicri tarixlə 570-ci ildə Sultan İbn Mahmud tərəfindən bu qalanın salındığı qeyd olunur. Ərazini bir vaxtlar işğal edən Osmanlı İmperatorluğunun paşaları tərəfindən 1583-cü ildə qala təmir olunmuşdu, möhkəmləndirilmişdi və 19-cu əsrin əvvəllərində təcavüzkar Rusiya imperiyası İrəvan xanlığına 2 dəfə nəticəsiz yürüş eləyəndən sonra artıq məlum idi ki, Ruslar bu əraziləri İrəvan xanlığını işğal eləməmiş əl çəkmək fikrində deyirlər. Ona görə İrəvan xanlığının ən böyük xanı, görkəmli dövlət xadimi Hüseynqulu xan Sərdar tərəfindən də bu qala 1812-ci ildə əsaslı təmir olunmuşdu, möhkəmləndirilmişdi. Əvvəlki istehkamlar qala divarlarının içərisində artıq qalmışdı və yazıldığına görə yeni çəkilmiş divarların arasında qalan ərazi 20 hektara yaxın idi. Qala mühafizə divarlarından və bürclərdən ibarət idi. O, yonulmamış daşdan və əhəng məhlulu ilə hörülmüşdü və çox möhkəm divarlara malik idi. Görünüşü 8 bucaqlı ulduza bənzəyirdi ki, bu da Türk Oğuz memarlıq ənənələrində həmişə yeri olmuş bir tikinti növü idi. Qala divarlarının bütün perimetri boyu kiçik pəncərələr vardı. Bunlar mağzalar adlanırdı ki, odlu silahdan əvvəlki dövrlərdə həmin bu açıq mağzalardan düşmən qüvvələrini zərərsizləşdirmək üçün, müdafiə eləmək üçün əvvəlcə ox yaydan istifadə olunurdusa, sonra odlu silah meydana çıxandan sonra təbii ki, tüfəngdən müdafiə məqsədi üçün istifadə edəndə də bu mağzalardan istifadə olunurdu. Qalanın ərazisində həm inzibati binalar vardı, ibadət evləri, məscidlər vardı, yaşayış evləri vardı, ambarlar vardı ki, burada su ambarı və həm də silah ambarı vardı. 8 güşəli şəkildə tikildiyinə görə hər tərəfində 8 ədəd də deməli bürclər vardı. Bürclər də bunun müdafiə qabiliyyətini artırmaq üçün daha hündürdə tikilmiş və əraziyə nəzarət eləmək üçün tikilmiş və 3 mərtəbədən ibarət bürclər idi. Tariximizi qorumaq keçmişə borcumuz, gələcəyə mirasımızdır. Yaddaş susanda tarix unudulur. Biz susmayacağıq. Həmişə olduğu kimi erməni saxtakarları 100 illər ərzində Azərbaycan türklərinin yaşadığı və maddi mədəniyyət nümunələrinin öz adlarına çıxmaq üçün çox cəhdlərə baş vurdular. İlk dəfə 1961-ci ildə bu qalanın ərazisində arxeoloji qazıntılar apardılar. Orada erməni izlərini axtarsalar da heç bir şey əldə edə bilmədilər. 1989-90-cı illərdə yenidən bu təkrar olundu. Hətta 2000-ci illərdə İtaliyadan mütəxəssislər çağırdılar, gətirdilər qala ərazisində bu işləri gördülər. Yenə də ermənilərin izinə rast gəlinmədi. Amma buna baxmayaraq 2015-ci ildə bu qalanı erməni memarlığının bir nümunəsi olaraq öz kataloqlarına daxil eləsələr də, hər halda bu qalanın haqqındakı bu tarixi məlumat, onun üslubu, memarlıq üslubu və tarixdən gələn bu məlumatlar onların bu saxtakarlığını üzə çıxardır. Bu sırf Azərbaycan türklərinin yaratdığı bir maddi mədəniyyət nümunəsidir. O torpaqlar Azərbaycan türklərinin izini həmişə daşıyıb, sülh şəraitində də imkanımız olacaq ki, gedək o yerləri təkcə Talın qalasını yox, yerdə qalan bütün Qərbi Azərbaycanda qoyub gəldiyimiz bütün abidələri də, ulularımızın qəbrini də ziyarət edəcək. Bu torpaqlar bizimdir. Tarix bunu bilir. Dünya da bilməlidir.